Əziz idmançılar və qonaqlar, bildiyiniz kimi bugünkü tədbirimiz Gəncə Daşkəsən Regional Gənclər İdman İdarəsinin Naxçıvan şəhəri üzrə Gənclər İdman sektorunun və 24 Info Medianın birgə təşkilatçılığı ilə Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunur. Bu yarış, bu tədbir ikinci dəfədir bizim şəhərimizdə keçirilir və bu tədbirin keçirilməsində göstərdiyi köməkliyə görə 24 Infonun təsisçisi Mehman müəllimə öz təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Cüdo Federasiyasının nümayəndəsi Musa müəllim burada iştirak edir. Ona bu tədbirdə iştirakına görə öz təşəkkürümüzü bildiririk. Xoş gəlirsiniz. Bu yarışlarda, növbəti yarışlarda sizin idman həyatınızda sizə uğurlar arzulayırıq. İndi isə çıxışı söz Naxçıvan Uşaq Gənclər İdman Məktəbinin direktoru Sənan müəllimə verilir. Əziz və hörmətli uşaqlar, hər birinizi salamlayıram. Erman müəllim qeyd elədiyi kimi, bu günlərin bu turnir ənənəvi hal almışdır. İlk sənətçi generalımız Mustafa Nəsirovun xatirəsinə. Arzu edirik ki, bu turnir hər il keçirilsin. Mən xüsusən bu turnirin təşkilində 24 Info xəbər portalına başda Mehman müəllim olmaqla dərin təşəkkürümü bildirirəm. Cüdo Federasiyasının nümayəndəsi Musa müəllimə öz dərin təşəkkürümü bildirirəm. Bizim əziyyətimizi çəkən Naxçıvan şəhər xəstəxanasına öz minnətdarımı bildirirəm. Bu günlərim siz hamınız özünüz də görürsünüz ki, cüdoya bizim ölkəmizdə maraq necə də böyükdür. 5 il bundan qabaq sizin əyninizdə təhdük görsənərdir ki, sizin əyninizdə kimono var. Amma idman formasında təbii ki, amma kimono az idi. Amma bu günlərin maşallah bütün hamınız kimono formasındasınız. Bu da ondan xəbər verir ki, Cüdo Federasiyasının bizə böyük dəstəyi, köməyi var. Yaxın gələcəkdə inşallah sizə müasir zal tikiləcək. Təbii ki, həmin zalda da siz öz bacarınızı daha da keyfiyyətli göstərə bilərsiniz. Və gələcəkdə ölkəmizi Avropa, Dünya, Olimpiya oyunlarında layiqlə təmsil edəsiniz. Hər birinizə uğurlar arzu edirik. Çıxışı söz, indi də Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Musa müəllimə verilir. Buyurun Musa müəllim. Çox sağ olun, ediniz. İngiliz uşaq, yaxşısınız? Bilirsiniz? Tatamidə hər halda geçir inşallah, gələcəkdə bir böyük olar inşallah. Sizə can sağlığı, uzun ömür və başarılar diliyorum. Söz 24 Info Media Agentliyinin rəhbəri Mehman müəllimə verilir. Təşəkkür edirəm. Əziz idmançılar, hörmətli qonaqlar, hər birinizi salamlayıram. Sənan müəllimin də qeyd etdiyi kimi artıq bizim turnir ənənəvi şəkildə keçirilir, ikinci dəfə də keçirilir. Və çox sevindirici bir haldır ki, bizim ilk turnirimizdən sonra sizin sıranızda olan idmançılar, istər qızlar, istər oğlanlar digər yarışlarda iştirak etmiş və müəyyən nailiyyətlər qazanmışdır. Bizim də əsas məqsəd elə ondan ibarətdir ki, bizim keçirdiyimiz yarışların nəticəsi olaraq gələcəkdə sizi nəinki ölkədə, xarici ölkələrdə, Avropa çempionatlarında, dünya çempionatlarında, eləcə də olimpiya oyunlarında sizin nailiyyətlərinizi görək. Sözsüz ki, ilk növbədə sizin idmançı kimi yetişməyinizdə sizin üçün şərait lazımdır, sizin üçün mütəmadi məşqlər lazımdır və bu şəraiti sizlər yaratdığı üçün əvvəla Azərbaycan Cüdo Federasiyasına başda Rəşad müəllim olmaqla təşəkkürümü bildirirəm. Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Naxçıvan şəhər icra hakimiyyətinə başda Vüqar müəllim olmaqla təşəkkürümü bildirirəm. Və eləcə də sözsüz ki, ən böyük əziyyət burada Sənan müəllim başda olmaqla məşqçiniz Fuad müəllimin də üzərinə düşür və bütün bu kollektiv bir olmasa, sözsüz ki, sizin kimi idmançıları yetişdirmək və gələcəkdə nailiyyət əldə etmək mümkün olmaz. Ona görə də mütəmadi məşqlər, qarşıya məqsəd qoymaq və gələcəkdə ən böyük nailiyyətlər qazanmaq sizin ən böyük qarşınızda duran məqsədlərdən biri olmalıdır. Mən bir daha sizə sağlamlıq arzulayıram,
məqsəd arzulayıram və arzu edirəm ki, artıq növbəti dəfə bizim turnirlərimiz ənənəvi şəkildə keçiriləndə biz sizlərin, yenə deyirəm ki, ölkə daxilində olan nailiyyətlərinizi yox, artıq beynəlxalq miqyasda olan nailiyyətlərinizi qeyd edək. Fürsətdən istifadə edərək mən Musa müəllimə təşəkkürümü bildirirəm. Mən istəyirəm ki, siz özünüz də dərk edəsiniz və başa düşəsiniz ki, illərin idmançısının, belə deyək də, həyatının çox hissəsində bu sahəyə həsr edən bir idmançısının, veteran idmançının sizə bu yarışa gəlməyi bizim üçün, sizin üçün böyük əhəmiyyət daşıyır, siz bunu qiymətləndirəsiniz və çox arzulayıram ki, inşallah Musa müəllim də iştirak eləsən federasiya nümayəndəsi, rəhbəri də iştirak etsin, yenə deyirəm, sizin ən böyük nailiyyətlərinizdir. Bir daha hər kəsə təşəkkürümü bildirirəm, salamlı olsun, uğurlar arzulayıram. İlk öncə xoş gəlmişsiniz, Naxçıvan şəhərində təşrif etmişsiniz. Mən Naxçıvan cüdoçusu Səmədov Yusif. Federasiyamız tərəfindən bizə çoxlu yarışlar, turnirlər, liqa yarışları, Azərbaycan birincilər keçirilir. Bu yarışların keçirilməsi bizim üçün çox faydalıdır. 24 Info Media təşkilatçılığına və idman sport sektorunda da təşəkkürümüzü bildiririk ki, bu yarış keçirirsiniz. Bu da bizim üçün bir təcrübədir. İnşallah gələcəkdə Olimpiya, Dünya və Avropa çempionatlarında da böyük nailiyyətlərlə qayıdarıq. Bu da yəqin sizin üzünüzü güldürər. Əvvəla bütün müəllimlərə salamlarımı bildirirəm. Mən Rəhimli Fərdə. Mən çox sağ olun deyirəm ki, bura gəlmişsiniz, zalımıza təşrif etmişsiniz. Musa müəllim, sizə də çox təşəkkürümü bildirirəm. Sizin nailiyyətlərinizi də. Sizin təcrübələriniz bizə yaxşı oldu ki, sizin təlimlərdə siz bizə məsləhətlər verdiniz və mən indi ölkə ikincisiyəm. Çox sağ olun ona görə təşəkkürümü bildirirəm. Bugünkü yarışımızın yüksək səviyyədə təşkilində bizə sözsüz ki, dəstək olanlar var və ona görə də biz bunu xüsusi olaraq qeyd etmək istəyirik və fəxri fərmanla təltif eləmək istəyirik. Beləliklə, fəxri fərmanla təltif olunur. İlk sərhədçi general Mustafa Nəsrovun xatirəsinə həsr olunan cüdo idman növü üzrə Naftalan şəhər birinciliyinin yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə İsmailov Musa Çobanoğlu. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, Musa müəllimin burada olmağı yenə deyirəm, çox mühüm bir əhəmiyyət kəsb edir. Yox, mühüm bir əhəmiyyət kəsb, bunu xüsusi qeyd eləməlidir. Çünki veteran idmançının hər zaman olmağı, Fuad müəllim də dəfələrlə qeyd edir ki, Musa müəllim dəfələrlə bizə regionda idmanın cüdona dəstək olur, inkişafında. Mən də öz adıma sizə dərin təşəkkürümü bildirirəm, inşallah. Var olun, hər zaman bunlara dəstək olun. Təşəkkürlər. Çox sağ olun, var olun, sağ olun. Fəxri fərmanla təltif olunur. Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Quliyev Elvin İsmailoğlu. Və bu fəxri fərmanın Elvin müəllim işləri olduğuna görə bugün iştirak eləmir və nümayəndəsi Elvin müəllim burada iştirak edir və Elvin müəllim təqdim etmək istəyirəm. Uşaq Gənclər İdman Məktəbinin direktoru Axundov Sənan Cıncızoğlu. Ənənəvi bilirsiniz ki, uşaqlar, bizim turnirimiz ənənəvi turnirdir. İlk turnirimizdə də Sənan müəllim rəhbər olaraq bizə çox böyük dəstək göstərdi. Bir il yarımdan artıq bir vaxtımız keçib, ikinci turnirimiz oldu. Yenə Sənan müəllim bizlərdir. Arzu edirəm ki, növbəti illərdə də Sənan müəllim bizdən olsun, dəstək olsun. Ənənəvi xarakterli turnirimiz daimi davam eləsin. Çünki Sənan müəllim nəinki cüdoya, Naftalanda digər idman növlərinin inkişafında dəstək göstərir. Var olasınız. Çox şükürlər. Fəxri fərmanla təltif olunur. Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhər üzrə sektorunun əməkdaşı Elman müəllim Şərəfxan. Fəxri fərmanla təltif olunur. Naftalan şəhər Uşaq Gənclər İdman Məktəbinin Cüdo idman növü üzrə məşqçisi müəllimi Əliyev Fuad Fazilov. Bu məqamı da qeyd edirəm və Musa müəllim də onu qeyd elədi.
Fuad müəllim öz tələbələrinə, hər birinə öz övladı kimi yanaşır və böyük həvəslə hər birinə yanaşır. Arzu edirəm ki, bu həvəsli Fuad müəllimin daimi olsun. Yenə deyirəm, axıra kimi bu zalda mütləq bir Avropa Dünya Olimpiya çempionu yetişməlidir. Deməli, iştirakçılarımıza medal və diplomlar təqdim olundu. Eyni zamanda onlara xüsusi bir açıqçalar təqdim olunur. Bu açıqça Azərbaycanın İç Sərhədçi generalı Mustafa Nəsirova həsr olunan açıqçadır və bunlarda deməli xüsusi QR kodlar var. Bu QR kod vasitəsilə deməli bizim idmançılarımız, qaliblərimiz QR koda daxil olaraq bizim generalımız haqqında məlumat əldə edə bilər. Ona görə də onlara təqdim edirik ki, rahat şəkildə evdə ona baxsınlar. Buyurun. Rayonlarda, zallarda, kəndlərdə, hətta kəndlərdə zallar tikilir. Olan zallara tatami verir, pulsuz, təmənnasız, hər bir şeysiz. Hətta təmir də edilir. Fuad dostumuz gənc kadrdır, çox yaxşı müəllimdir, gələcəyi var. Balaca uşaqlar təcrübə qazanmalıdır. Şərt deyil ki, kim udacaq, kim udacaq, kim çempion olacaq. Ən azı təcrübə qazanacaq. Azərbaycan çempionları sırasında var. Avropadan, dünyadan səsi gəlsin. Biz də gələk burada onları təbrik eləyək. Sevə-sevə. Onsuz da sevinirik. Hər idmançı, hər region bizim üçün əzizdir. Bugün Naftalan şəhərində ilk sərhədçi generalımız Mustafa Nəsirovun xatirəsini həsr edilmiş cüdo turniri keçirilir. Bu cüdo turniri artıq ənənə hala almışdır. Bu dəstəyə görə 24 info xəbər portalına öz dərin minnətdarımı bildirirəm. Çox sağ olun. Bugünkü gündə Naftalan Uşaq Gənclər İdman Məktəbində 100-dən artıq idmançımız cüdo ilə məşğul olur. Təbii ki, belə turnirlərin keçirilməsi cüdonun bir inkişafına, təkrarına imkan verir. Bu da ona xəbər verir ki, biz öz gənc nəslimizi pis vərdişlərdən uzaq edirik və idmana cəlb edirik. Gələcəkdə də bizim Naftalan idmançılarımız ölkəmizi Avropanın və dünyanın tatamilərində uğurla təmsil etməsini arzu edirəm. Gənclər İdman Nazirliyi, Cüdo Federasiyası bugün bizə verdiyi dəstəyə görə Naftalanda cüdo çox böyük inkişafla, sürətlə inkişaf edir. Tez-tez yarışlar keçiririk. Bu yarışlar idmançılarımızın inkişaf eləməsinə çox böyük kömək eləyir. Əliyev Ərastun, Mustafa Nəsirovun xatirinə yarışda ilk dəfə də birinci yer tutmuşam, indi də birinci yer tutmuşam və bu yaxşıdır. Azərbaycan Cüdo Federasiyası bizə çox kömək olur. İnşallah gələn yarışlarda da yaxşı nailiyyətlərlə qayıdarıq. Mən Rəhimli Fərdə, generalımız Mustafa Nəsirovun tədbirində iştirak edirəm. Çox sağ olun, sizə gəlmişsiniz, bu tədbirdə iştirak edirsiniz. Kiçik yeniyetmələr arasında ölkə birinciliyinin mükafatçısıyam və düşünürəm ki, gələcəkdə yaxşı nəticələr əldə edərəm. Olimpiya Dünya mükafatçılığında bronza medal əldə edərəm və buna da yaxşı nailiyyətlər əldə edərəm. Fuad Əliyevə çox təşəkkür edirəm, çünki o hər zaman bizə dəstək olur. Təşəkkürümü bildirirəm və sizə də. Çox sağ olun ki, gəlmişsiniz, bizə qabağa irəli çəkirsiniz. Təşəkkürlərimi bildirirəm. Mən Əliyev Fazıl Fadoğlu. Mən bugün Naftalan şəhərində Mustafa Nəsirovun xatirəsinə yarış keçirilib və burada mən birinci yerə çıxmışam. Mən təşəkkürümü bildirirəm ki, burada bu zala çoxlu köməklər olub. Bugün bizim yarışımızda təcili, təxirə salınmaz tibbi xidmətinin əməkdaşları iştirak edir. Yəni Naftalan deməli nümayəndələri iştirak edir və bugünkü yarışımızı deməli, idmançılarımızın sağlam olması, idmançılarımızın döyüşləri zamanı, tatami üzərində belə deyək də, idman yarışı boyunca onlar bizə dəstək göstərdilər
Mən də bütün yaradıcı heyət adından, bütün İdman İctimaiyyəti adından, Fuad müəllimin adından, 24 Infomediyanın adından sizlərə təşəkkürümü bildirmək istəyirəm. Sizlərə işlərinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, siz özünüz hər zaman sağlam olasınız ki, bizim də sağlamlığımızın keşiyində dayanasınız. Və elə fürsətdən istifadə edək sizə də mən Azərbaycanın İlk Şəhərçi generalı Mustafa Nəsirova həsr olunan xüsusi bir broşuraları təqdim edirəm ki, burada xüsusi QR kod vasitəsilə generalımız haqqında məlumatlar əldə edə bilərsiniz. Bir daha təşəkkürümüzü bildiririk. Sağ olun. Mən də bu uşaqlara uğurlar, sağlam həyat, sağlam can arzulayıram. Təşəkkür edirik. Naftalan şəhərində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunan ənənəvi növbəti ikinci turnirimiz də başa çatdı. Bu günləri bu turnirimizdə 50-dən artıq idmançı iştirak etdi. Eyni zamanda xüsusi bir hal qeyd etmək istəyirəm ki, ötən yarışımıza nisbətən bu illəri, yəni ilk yarışımız bizim keçirilmişdi 2023-cü ilin oktyabr ayında və o yarışdan bu yana bir il yarım müddətində, deməli ilk yarışımızda iştirak edən bizim idmançılarımız, yeniyetmələrimiz bu müddət ərzində bir sıra turnirlərin qalibi olublar, Azərbaycan çempionatında iştirak ediblər, beynəlxalq deməli yarışların iştirakçısı olublar. Bu da onu göstərir ki, bizim qarşımıza qoyduğumuz məqsəd Azərbaycan idmançısına, Azərbaycan gənclərinə dəstək məqsədi ilə keçirdiyimiz bu yarışlar artıq öz bəhrəsini verir. Ənənəvi təşkil etdiyimiz bu yarış öz bəhrəsini verir. Mən bir daha tələbələrimizə uğurlar arzulayıram və arzu edirəm ki, bizim növbəti artıq ilk sərhədçi generalımız Mustafa Nəsirovun xatirəsinə həsr olunan növbəti turnirimizdə biz artıq burada beynəlxalq yarışların qalibləri olan bizim bu iştirakçılarımızı, idmançılarımızı təbrik edək. Bir daha hər kəsə təşəkkürümü bildirirəm.